daha çox bakteriyel infeksiyalar, xüsusən də mədə-bağırsaq xəstəlikləri çox rast gəlinir. Bunun da səbəbi havaların isti olmasına əlaqəli olaraq bakteriyaların aktivləşməsi. Yəni qidaların düzgün saxlanılmaması nəticəsində bakteriyalar o qidada inkişaf eləyir, çoxalır və biz o qidanı yedikdə buradan bizim mədə-bağırsaq sistemimizdə pozulma baş verir. Yəni xəstəlik baş verir. Bu infeksiya xəstəlik yaradır və ishal, ürək bulanma, qusma kimi əlamətlərlə müşahidə olunur. Biraz ağır hallarda da qızdırma da rast gəlinə bilir. Buna görə əsasən yay mövsümündə mütləq yeməklər soyuducuda saxlanılsa belə 1-2 gündən artıq saxlanılmamalıdır. Soyuducu yaxşı soyutmalıdır. Yəni düzgün temperaturda və soyuducuda belə 1-2 gündən artıq saxlanılmamalıdır qidalar. Digər tərəfdən yay mövsümündə dənizlə əlaqəli olaraq dəniz mövsümü də açılır və burada da bilirsiniz ki, dəniz suyu çirklidir və çox çimərlik üçün uyğun deyil. Orada da bakteriyalar, xüsusən də bağırsaq çöplərinin sayı çoxdur və belə olan halda da əgər dəniz suyunda çimilirsə və az miqdarda olsa belə udularsa da, xüsusən də uşaqlar tərəfindən burada da ishal, mədə-bağırsaq xəstəlikləri baş verə bilir.